Şagirdlərinin uğuru müəllimi daha çox sevindirir, daha da yüksək nailiyyətlər qazanmağa sövq edir. Mingəçevirli müəllim Xalid İbişov gənc olsa da təhsil ictimaiyyəti arasında uğurları ilə fərqlənməyi bacarıb. Gənc pedaqoqun son illər ərzində qazandığı nailiyyətlər onun istedadlı riyaziyyat, informatika müəllimi kimi populyarlığının artmasına səbəb olub. Təsadüfi deyil ki, Xalid İbişovun yetirmələri son illər ərzində qatıldıqları fən olimpiadalarında medallar qazanaraq böyük nailiyyətlərə imza atıb. Gənc mütəxəssis qazanılmış nailiyyətlərlə kifayətlənmək niyyətində deyil. Biz məntiq olimpiadasına hazırlaşırıq və bizim uğurlarımız var. Biz Mingəçevir şəhərində nəinki Mingəçevir şəhərində, regionda ilk qızıl medalı gətirən bizim məktəbin şagirdi və mənim şagirdim olub. Və biz bunu inşallah bizim uğurlarımız da çox olub. Hər il Mingəçevir şəhərində və regionda ən çox Lütfüzadə adına Riyazi Məntiq Olimpiadası final yarışmasında təbii ki, Təhsil Nazirinin keçirdiyi, nəzərində keçirdiyi bu yarışmada bizim nailiyyətlərimiz, uşaqlarımız çox uğurlu olub, qazanıb, nailiyyət gətiriblər. Ən çox şəhərdə və regionda yarımfinaldan finala keçən uşaqlarımız olub. Hətta burada bizim digər riyaziyyat fənimizdən də qızıl medalçımız, gümüş medalımız, digər fənlərlə biologiya, məntiq olimpiadasında da bizim nailiyyətlərimiz olub. Mingəçevirli müəllim bir neçə pedaqoq həmkarları ilə həmfikir olub ən istedadlı şagirdlər məktəbi yaratmağa qərar verib. Təşkil etdikləri olimpiyadaçılar kursları sayəsində ilk uğurlara imza atmağı da bacarıblar. Maraqlı məqam odur ki, istedadlar ocağında təlimlər dünyanın ən başarılı təlim metodlarının birinə sahib olan Cənubi Koreya və Yaponiya təhsil ənənələri əsasında keçirilir. Xalid İbişovun fikrincə, bu metod şagirdlərin beynəlxalq təhsil layihələri və olimpiyadalarda daha böyük nailiyyətlər qazanmasına zəmin yaradacaq. Zülfüqarova, Rahim İbrahimoğlu bugün informasiya proqramı üçün.